Hamıya salam, bugün Qubadayıq. Nə qədər bütçəmiz var? 15 manat. 15 manat, adama 5 manatdan. 5 manatla Qubada bir gün keçirməyə çalışacağıq. İnanırıq yaxşı video olunacaq. Bir də ki, bu videonun təşkilatı dəstəyinə görə Trendco şirkətinə minnətdarlığımızı bildiririk. Xüsusilə Trendco'nun təsisçisi Həmid Əliyevə. Trendco haqqında açıqlama qismində, yəni məlumatları qoyacağıq. Məlumat götürə bilərsiniz açıqlama qismində. Getdik. Bura Qubanın yaşıl teatrıdır. Bakıda da var yaşıl teatr ama bu Qubadakı yaşıl teatrdır. Burada gördüyünüzsə Gənclər Mərkəzidir, Qubanın Gənclər Mərkəzi. Həmçinin qarşıda Heydər Əliyev Mərkəzi və İcra Hakimiyyəti də yerləşir. Mən düzdür ilk dəfədir gəlirəm Qubaya, amma yəni adlarının üstündən onsuz da oxumaq olur. Gedək orada biz uşaqlar, kənd uşaqları xizə ilə sürüşürlər. Görə bizə icazə verəcəklər, biz də sürüşək. Gəl. Bura Quba bazarıdır. İndi gedir də. Bu bazarın girişidir, arxa girişi. Bura Quba bazarının arxa girişidir. Gəzə görə bazarda. Deyirənlərə. Gəzə görə bazarda nə var? Atla. Uğur gətirən tapdı. Ha, getdik. Gəl. Vur ayaqla yerləşək. Gəl. Alırsın. Aklıma bir dənə paxlava yeyək də. Onunla paxlava. Sağ ol. Geri paxlava var. 30 qəpik, bir də 40 qəpik. 40-dan. Hansı yaxşıdır? Bu içərisi qozlandır, su da qoz. Bu öncəki qozsuz paxlava. Nağlı. Qozdu. Qozdu. Ha. Ha, ver də. Mən sən keç bu tərəfə. 4 dənə bu da var. 4 dənə. Bu yazıq deyil. Qozluysa fındıqlı Sizinkindən. Hadi. sizinkindən, bizimki qozludur. 5 dənə 2 manatlı olsun. Saxla qıraqda yeyək. Sağ ol qardaş, bazar ol. Çox sağ olun, Allah canı sağ olsun. Allah'ın huzuru var. Quba paxlavası. Şirədir başdan ayağa. Bir dənə mənə ver orada Murad. Sən mən özüm qulluq eləyəcəm səndən arxadan. Gedə düşsün bura. Şəki də var, şəki paxlavası. Allah şəki paxlavası. Gözlə belə. Bu adam içilir. İşdə Öyle mi oxuyur? Allah nə oxşuyur bu haqqı. Şəki paxlavasına oxşamır düzündür. Oxşuyur bunlar. Biraz oxşuyur. Yox. Ama sındırmaz da. Amma tam fərqli bir şeydir ya. Bu kimdir şey? Çox süper bir şeydir amma. Burada bildiğimiz Quba paxlavasıydı ama müəllimsiyim. Amma deyirlər ki, Elməttin daha doğrusu deyir ki, burada bükmə paxlava da var. İndi qarşıda görə nə? Bükmə, Quba bükməsi. Quba bükməsi. O da indi görə qarşıdan isə qabağımıza sizə ki onu alacağıq. Gedək başqa nə sağlaq? Nə lazımsın? Burada gördüyünüz kimi hazır. İçini çək biraz. Balıq pişir. Hazır balıq pişirib satırlar. Bu almadır. Almadır, kartof. Burada saz. Çalat. Davam eləyək. Bizim elə də çox pulumuz olmadığına görə Kasıb uşaqlar. iyi ilə doyuruq.
Əslində təklif edərlər ki, prosta çox sağ olsunlar. Davay. Bu nədir? Bax, Nərə balıq. çoxunun görmədiyi satırın. Neçədə 10 kilosu? Balıqdan Neçədə 10 kilosu? Neçəyə daha üstün olsun? Kilosu 17 manatdır balığı. Yaxşıdır ki, baha deyil. Baha deyil. Balıqdan qalmadı, balıqdan. Gəlin, gəlin. Qalmayıb da, bırak, deyirəm balıqdan qalmadı. Nəyə gəlmişsin, deyirəm, qalmayıb. O tərəfdə də biri vardı, alma satırdı. Deyir alma, gəldi alma almağa. Dedi bayaqdan deyirəm alma. Zarafat elədik ya. Balıqdan qalmadı balıq. Almadı. Bir tane çek pendirler akı böyle. Çek. Kardeşi de çek. Yüzümü çevir bu tarafa sen. Adını deyim də, bu nə pendirlərdir. Ay senin kakam burada var mal pendiri var, koyun pendiri. Karşı var ikisinden. Keçi pendiri. Önce şok pendiri bulan bir şey hala olsun. Şok endiri. Ha, Şok havayı endiri. tabii ki. Ya, bana rəqəmiz görməmişdir. Dehrə yanlış. Tadına baxmaq olar biraz. Ağrıdan gel bu kardeşler. Bakıdan. Bakıdan gel. Özüm Çok sağ ol. güzel. Hoş geldin. Sağ ol. Hoş geldin. Benim tadına bakalım. Yer bu tadına yox. Dadına baxma olar. Tabii ki, tabii ki. Ha, biləndə şu. Necədir? Ağdır. Ağ rəngli. Var belə istiyorsan. Babat şu. Yağlı şovlar da var, yağsız var, tuzlu hamısından var. Bu vaxt iyidir. Mən pendir yemirəm. Ha, bu yemir ağa. Kalalımdan çek bula. Ha, buyur. Çək, çək. Halal ol. Tam səmimi qəlbinə. Quba cəmaatı adından tüm Bakılılara qəlbdən salamlarımızı göndərir. Sağ ol. Çox sağ ol. Allah Azərbaycanımızı qorusun. İslam aləmini qorusun. Sağ ol dostum. Sağ ol. Bunu ortadan belə yeyirsən. Sağ olun. Sağ olun. Davay gedin. Bu da bükmə. Yeyəndə onu bükmürsən. Bu yarı yiyor. Öl ya. Mən üstünü götürürəm. Sən iri götürürsən. Hər şey yox. Götür. Mən prosta Qubalı yemlərin balacasını yeyirəm. Mən həmişə yeyirəm. Murad, mənim üçün də böl. Bu nədir içində? İndi biz gedirik, hansı kəndə adını deyən Vladimirovka. Hə, o kəndə gedirik. Dedək görək, biraz orada gəzək. Qardaş neçə dəqiqəlik oldu ora kimi? 5-6 dəqiqə. 5-6 dəqiqəlik. Hə. Bitdi də. Gəlmişik indi Vladimirovka kəndinə. Buradan Vladimirovka kəndinəyik. Büdcədən məndə 5 manat qalır. Murat nəyə qalır? Murat 2 manat taksiyə verdi. 2 manat taksiyə verdi, 3 manat Muratda qalır. 2 manata paxlava verdim, 1 manat bitməyə, 3 manat getdi, qaldı 2 manat. 2 manat pulu qalıb. Hələ demək olar ki, heç sən yeməmişik. Bundan sonra adından Acından da biraz ölürük, bunlar acından ölür. Mən gedib qaşan piti zad yeyirəm. etdi. Maşın da durmasın. Nikoves TV. Meşəyə. Gedik! Oba! Getdik.
O Amerikanlarda zaxta olur ya, alpinistlər tullanacaq. Onlar bunun yanında qələt edir. Onda nə var ala sürüşməyə belə. Qon çatır bunda. Döndərmə yolunda bir şey olmaz. Dəmir girdi adamlar. Buranın adı nədir? Heç də meşə, Quba meşəsi. Hansı meşə görür? Vladimirovka kəndi meşəsidir da bura. Nə Yəni Vladimirovka. Bu gözlüklər də ki, dovşan zad tutan gözlüklər. Meşə çox uzundur və bu giriş hissəsi. Meşənin giriş hissəsindəyik. Ən azından Vladimirovka. Bəksənər. Həmin kəndin meşəsindəyik. Çox yol axdıqdı ki, biraz yorulmuşuq, ayaqlar da ağrıyır. 10 dənjin vur. Azada bilərik. O təhlükəsi də var. Etdi. Göl tapsaq girib içməyəcəyik. Bax. Bu ağac burada var idi. Bizim bələdçi kimi bir şeydi. Deyir ki, bu çaqqal izlərdir. Diqqətlə baxın. Ən azından burada bir sürü çaqqal gedib. Biz də həmin çaqqalların izinə düşmüşük. Mehdidən tək deyil də var yəni. Və atalar sözündə də deyir kimi, meşə ağacsız olmaz. Çaqqalovundayıq. Keçsən mən keçəcəm, keç. Qırın bəlkə bunu. Səsə bax, səsə. Qır, qır. Səsə bax. Çaqqal səsləri gəlir. Dayan. Çəkirsən? Səsə bax. Dayan. Götürə bilirsən, oralarda olar bəlkə də. Səsi biraz uzaqdan gəlir. Çaqqal deyə də canavardır. Ala sənə qorxuram. Gedin də dayanmayın, gedin. Alaya gəl. Davay. Get. Bu yolun axırı hara çıxır? Uzaqda da o, siz gedin. Cumar birdən. Gecəyə düşəcəyik. Vallahi qar yağır özdə. Ac olurlar. Onlar uzaqdadır, bizdə çatmazlar. Əlimizdə heç nə yoxdur axı. Bu taxtadan zaxdan götürərdik görə. Gəl, bana nə? Gəl də getdik, gəl. Yok. Mandari. Get. Talih quşu tərəfindən mənə göndərilən bir pay. Böl yarı ye. Gəlin yala. Tapmışıq. Oturun. Ocaq qalıyın. Yem tapdıq. Yem tapmışıq. Be and Grease videoları. Qabığı protein kaynağı. Abış. Bəli, bu gördüyünüz qabığında insanın Abış. zülal var ki, hansı ki bizə lazımdır bu dəqiqə, bu təbii ekstremal vəziyyət. Elmətdə, mandarin tapmışam sən ol. Kimdənsə düşüb yanətsə. Tapırsan hardana var. Deməli, belə bir məsəl var ki, mandarini qabığına batırıb yemək. Buz kimi deyə. Mən bunu bura qoyum, kimsə sevinsin. Kimsə sevinsin bana. İbnəli. Biz indi ferma olmalıdır. Təxminən o yolla getməliyik. Hani o qaqaş? Hani o qaqaşın adı nə idi? Satta! Oy billah. Belə işə ala. Aha, hara gedir? Qaqaş! Satta! Set nə yoxdur burada? Haki, zəngi set yoxdur. Ay, belə. Bir dənə deyən, ala, bu nə deyil? Asan qalarsan da burada, hara gedir? Oradan fırlanıb gəldiydi. O itirdi yolu. Buradan düz gəlsəydi bilmirəm. Mən Qabaqdakı qaqaş hansı tərəfə getdi ki? Ayaq izi yoxdur. 4 yoldan ayaq Bir dənə çıxart zəngələ də. Set yoxdur da. Bir dənə sən də bax Murad. Yan. İt kimi o qədər fırlandım. Siz gəlirdi. Sizsiz də bura, sən öz sizsiz. Bizə lazım idi meşəyə gəlmək. Ha, uzaqlaşma sən. İtməyək. Deyən, səsə bax. Gəl bura, ora getməz məncə. Gəl bura. Zarafat eləmirəm. Ya belə eləyək də. Məncə ora get, brat.
Ora bax, bura düz böyle içəri fasondur. Ya bu ya da bu yana gedib. Prosta ikisində də bilət ayaq izi var. Bu heç cür belə bilmirik də hara gedək. Ayrılı var ya. Xəstə sağ Allah. Yəni də bir 3-4 nəfər gəzdirir. Nəsə Getdiyin yoldan Allah qayıt eləməmiş. da. Nəsə görəndə Bir-birimizi tapanmarıq. Hürkür ağzına. Telefon ya bir şey mən səni ilə tapım burada. Heç olmasa qaydaq set axtaraq bəlkə. Hara qayıdacaq? Telefon seti Biz tutsun. hara bir sənə Buradan fırlandıq da. Biz bayaq fırlandıq. Yəni də eyni şeyə gəlib başlı çıxır demək olar ki. Nə qədər fırlanaq? Gəl bir sən nə eyniyək? Salamat. Gedək. Birinə gedər. Patolog hansısa bir dənə kəndə çıxacaq da, başa düşdün? O qaqaş özü öz yolunu tanıyar yəqin ki. Gəldiyimiz Başa düşdün? O özü tanıyır. tərəf haraydı? Onlar o qədər fırlanmış ki, sən hara fırlanırsan? Hara Ki gedirsən? Allah qısız sizə. Mən demək belə şey lazımdır. Gör biz bura nəyə gəldik ki? Saxla da onu. Saxlada canavar saxla. Hal-hazırda vəziyyət doğrudan biraz bitər oldu. Biz gözləmədiyimiz şey oldu. Ən azından bələdçilik var idi, qaqaş. Burada qalır kənddə. O bizdən gəlirdi. Sonra elə oldu ki, bu gəlmədi, başa düşdün? Yəni biz onu itirdik də faktiki. Ən azından burada fikirləşdiyimizə görə bu yolla getməz. Gəl bir dənə oranı çək, yəni bax, özünüz də görsəniz bu yol deyə yolma, ayaq izi falan var. Amma inanmırıq ki, bu dərəcə şeylə gedə. Ya o bu yana gedib də, ya da bu yana. İndi Üçündə ən də ayaq izi var. azından qulaq as da. Bu tərəfə lap çox gedə bilərik. Biz faktiki buradan gəlmişik də özü belə. Bəlkə bizim kənd o yanda zətdə olar. Ya buradan fırlanaq, soldan. Buradan qayıda bəlkə. Biz nə qədər dönmüşük, biz kəndə bilmirik, gedib çıxa biləcəyik yoxsa. O da var. Orada tək biz gəlmirik. Biz nə ayağımız var. Hala gəl birinlə gedək də Gəl buradan gedək. gedək. Gəl buradan gedək. Buralıq deyil, özü mən buralıq deyil. Saqqal izlə. Gəl bir Allah haqqı. Gəl bunun izinə bax. Bax. Saqqal izlə bu. Düşmüsüz onun dalıyca bayaqdan. Tutub zad eləyəcək indi Allah düşəcək. Adam bu biri adam izidir. Bura kimi gəldi, ən azından o deyirdilər ki, orada nəsə kanal var. O uşaq demişdi, bir də ferma var idi. Biz ora getməli idik. O da indi məcburiyyətdən belə oldu, biz yeyib ora çıxa bilmədik. Qayıdırıq, çalışdığımız qədər ən azından bir tər tapa bilərik də, belə balaca zığırdı. Qabaqda bir Çox- dənə dairəsi var. Bəlkə fermiyə gedir o. Yo, biz burada itirmişik deyəsən. Davay, gəl. Qaydaq. Gedək, daha gedək. Nəsə bura saxla getdik biz. Qayıdırıq təzədən Vladimirovkaya. Görək inşallah başımıza nə gəlir. Da başımıza gəlməyən şey qalmadı əslində. Bir tərim şey acından da öldürəm Allah'a. Gəl. Nə oldu? Tapda versən. Gəl. Allah Kimdir o? gəldi, Allah hardadır? Allah bu? xırsın. Ümumiyyətlə, öz dilində başa sal. Öz dilində başa sal gör hardadır o sərdən. Ay, yastığa kulak ya atmadı. Azərbaycan qaçığı çıxmış gözüm atıq keçəmə qabağa. Ayda. Nə deyir? Ayda siz şəkil çəkdirə qalmışsınız, mən də direkt çıxıb gəlmişəm özüm üçün də. Bilə gülür he. Ay, qısa. Güləli. Nəysə. Heç sən, xobeş, xoş Yolu. Nə deyir? Nə deyir? Qayıtmaq yolu Nə bilir. deyir? Heç sən nə deməkdir? Buradan Hecə. düz yedirik buradan. Soruş gör düz yedirik buradan. Düz qoy ki şeylə. Hə, düz qoy. Karlator qabağa. Biz qayıtmışıq, bəs necə biz hardan indi Yəni fırlana? yol göstər, karlator qabağa. Keç qabağa, keç qabağa. Dinlə keçsin Qabağa, qabağa. qabağa yaxşı. Karlator qabağa qartas gəl. Yaxşı. Qabağı. Keçsin qabağa da. Bücü sevinirsən abuş. Ondan sonra da sövmüyor, Allah neyini sövmüyor. Onu çək. Buna bax. Saqqız ağacıdır bu. Və gördüyünüz kimi meşədə təbii halda bitir bunlar. Hə, təbii, orqanik olaraq saqqızlardır bunlar. Yəni adətən marketlərdə zətdə satırlar bunu. Bu deməli bu cür meşələrdən yığırlar bu cür saqqızları. Dadına baxaq görək necədir. Birində mənə ver. Daş kimindir? Təbiidir də, təzədir hələ. Saqqız ağacını da çək. Bəlkə nə var? Axırıncı bu qalıb deyəsən. Tökülüb hamısı yığıblar. Getdik saqqız da tapdıq da. Biz geyimləri bələdçinin evinə qoymuşuq. Onları da gərək gedəndə mütləq götürək. Əynimizi dəyişdik. Bir iki şeyi. Sumkaları daha doğrusu ən baş hissəsi qoyduq bələdçinin evinə. Şəkini çək bu uşağın, ağlayır bu uşaq. Qaqa bir dənə də belə çək. Çək Belə də çək yaxşı. belə. Qəşəng. İşte mən şəhər sümdükü dəxil.
Arabayla gəlməm ki. Məni bazarda işə Hara gedirik? Akrapataqra. Abrakadabradır. Abrakadabra. O bir de o şey vardı, şeyli söz neydi? Hansı? Patrono, nə bilim nə? Hə. Patrono. Fermaya çatdıq. Gəlmişik fermaya. Burada diləməsə atdı ya da eşşəkdir. Məsələn, satmalıyıq. 4 dənə də açıq it var. Sakit. Deməli deyirik sumkaları götürürük təzədən. Oradan da gelirik bir çayxanada otururuq. Burada bir çayxana tapıb gələcək. Getdik də, daha getdik. Burada işləyirlər. Burada nəsə belə iş yeri zad yoxdur. Biliniz işləyərlər, çay daşısan, nə bilim qabulsun, yersiz. Var. Lazım da olursa. Bu da apartmanda. Bu işləsin burada. Bir dənə işlədir. Pulumuz tutarmaz. Pul tutarım. Hadi 2 manat. Telefon da var. Hadi var. Murat, çay getir, çay getir. Yersiz. Ehtiyatlı ol. Çaylarımız var. Süzlər qardaş. Ayındasın içəri. Bilmirsən. Babaq bir şey. Mən işçiyəm burada 5 dəqiqə qabaq işə düzəlmişəm. Valla bilmirəm. Mən tanış gəlirsiniz. Ha, ola bilər. Vallahi danışar. Sən də məni tanış gəlsən. Ola bilər. Sahibi süzdə. Bu müdürü var, müdürün kimi şikayət edir. İçizdir bunu sonra. Kalkın olur bir şey. Gəlin. Çayxanadan çıxmışıq indi. Düzü qalmağa bir yer lazım idi. Sağ olsun bələdçimiz kömək elədi. Həmçinin Ermətliyin də çerez tanışı düşür. Ona görə gəldi, onlarda qalacağıq bu gecə. Burada marşrut falan yoxdur, məcbur bir neçə kilometr yolu ayaqla getməliyik. Deməli gəldik Qırmızı qəsəbəyə. Qırmızı qəsəbə Qubada dağ yahudlarının yaşadığı bölgədir. Və biraz bahalı yerdir. İndi villalardan falan görəcəksiniz. Gedək yuxarı hissələrdə gəzək biraz. Bir qaydaq. Qapıların tarixi xüsusi dizaynı var və Yahudi simvolu olan 6 yuşəli olduğu mütləq hər hansı bir yerdə olmalıdır. Yəni bu gözə çarpan olmalı deyil ilk öncə. Yəni gözə çarpansa qapının üzərindədir. Əgər mütləq şəkildə hər bir Yahudi bunu gizli şəkildə yansıdır. Lap köhnə villalardan desən, sonradan yaşayış heç olmuyor da. Orada şadlıq sarayıdır. Gecə qabağa götür onu. Soruşduq, dedilər şadlıq sarayıdır ora. Şadlıq deyil. Bilmirik nədir düzü, məlumat vermirlər bizə. Biraz. Həm də adam elə də yoxdur soruşmağa. Çox sakit qəsəbədir bura. Dağ yahudiləri haqqında məlumat istəyirsə, tabloda var. Yox. Deyilənə görə burada soruşduq. Biz soruşuruq amma yəni çəkiliş olmur. Qoyun biraz yəni istəmirlər kameraya düşsünlər. Deyilənə görə bura tarixi bir yerdir. Neçə il bundan qabaq olub. Yavaş kaldır. İdeal çay. Qırmızı körpü. Qırmızı körpü, ideal çayın.
üstündə tikilib. Biz gedirik daimgilə. Çox israr elədi, yəni çağırdı bizi, çox sağ olsun. Gedirik, daim kebab çəkəcək. Kebabı da Quba yeyək. cəmaatı çox qonaqpərvərdir. Aynen. Nə qədər desəydik ki, yəni biz burada 5 manatla video çəkməyə çalışırıq. İsrar elədik, xəttinə dəyənmədik. Yəni bizdən böyük. O özü yəni ən azından bizdən böyüdülər. Bir neçə dəfə necə deyirlər, atqaz elədik amma yəni İmtina elədik. imtina elədik. Vladimirovka kəndidir, yenidən qayıtmışıq. Burada Elməddinin dayısı bizə sağ olsun qonaqlıq təşkil edib. Kebab çəkəcəklər inşallah indi. Çalışacağıq. Mənim dayım. Nəsə dayıdalıq eləyib. İndi çalışacağıq həmin görüntüləri də sizə göstərək. Həqiqətən Kebabı necə yeyirik zaten. Biz kebab yeyirik. Bizdə çox adam qonaq edirdi. Demək olar hara gedirdi bizi qonaq edirdilər. Ən azından belə tutmasın. Sətə belə baxanda bilirik ki, yəni biz buralı deyilik, gəlmək. Ona görə çox adam bizi dəvət edirdi, amma çəkiş olduğuna görə çox yerlərə gedə bilmədik. Buradan yenə deyirik, bütün Qubaya öz təşəkkürümüzü bildiririk, Quba cəmaatına öz təşəkkürümüzü bildiririk. Həmçində bizi bura gətirən Trendco turizm şirkətinə başda Həmid müəllim olmaqla öz təşəkkürümüzü bildiririk ki, bu çəkilişin belə deyək, necə deyim, ərsəyə gətirilməsinə bizə Təşkilatı dəstək oldu. Həmçinin Açıqlama qismində əlaqə nömrəsi, həmin necə deyim, şirkətin Facebook ünvanını falan yerləşdirəcəyik. İstəsəz maraqlana bilərsiniz. Yenə deyirəm, eventlər və daxili turların bölgələrə falan fərqi yoxdur. Turların təşkil olunması və digər xidmətlər var. Yəni həm qiymət, həm də keyfiyyət cəhətdən ən düzgün ünvandasınız. ən sərfəli və keyfiyyətli turizm şirkəti. Sağ olsun dayım, Hindişkanı bişirdi biz üçün. Kənd Hindişkasıdır, səhər-səhər kəsildi belə, hazır. Çöldə Hindişkanın bişirilmə mərasimi gördünüz, indi yeyilmə mərasimidir. Necə də uşaqlar? Sağ olun. Sağ olun. Qubada son dəqiqələrimizdir hazırda. Gedirik avtovağzala. Avtovağzaldan da inşallah Bakıya yola düşəcəyik. İnşallah videomuzu bəyənmişsinizsə like eləməyi və həmçinin kanalımıza abunə olmağı unutmayın. Çalışacağıq başqa digər rayonlarımızdan, şəhərlərimizdən də görüntüləri çəkib sizə göstərək. Bacardığımız qədər Qubanın ən maraqlı, ən görkəmli yerlərinə getdik. Bəzi hissələri qaldı. Yəni bir günün içində bunları çəkmək bir qədər çətinlik idi bizə görə. Həmçinin havanın da... İnşallah bu son səfərimiz deyil də, yəni növbəti səfərlərimiz olacaq Qubada. Bu qış səfəri oldu. Yəqin ki, Qubaya yay səfərimiz də olacaq. O daha maraqlı olacaq məncə. Və həmçinin bizim sponsorumuza öz təşəkkürlərimizi bildirib. Bir daha qeyd edirik ki, Trendco turizm şirkətinə öz təşəkkürümüzü çox bildirib. minnətdarıq. Başda Həmid müəllim olmaqla və videonun aşağı hissələrində də siz həmin turizm şirkətlə əlaqələrinizi saxlaya bilərsiniz. Və inşallah indi gedirik avtovağzala, oradan Bakıya yola düşürük. Sağ olun. Sağ olun.